Talış xanların nəsli Mir ilə başlayır. Mir Mustafa, Mir Bəli. Həsən, elə Siyoli xan. Xahiş edirəm, bu seyidlərlə, yəni Talış xanların seyidləri, yəni xanlar olan seyidlər. Bunlarla biz Piran seyidləri ilə hər hansı bir bağlılıq varmı? Onlar ayrı bir nəsildir. Talışxanov, Talışevskilər. Onlar Mir Mustafa xanın soyudur. Mir Həsən xanın, Mir Mustafa Hı xanın. -hı. Və onların da şəcərəsi bəllidir. Onların Piran seyidləri ilə heç bir əlaqəsi yoxdur. Onlar ayrı bir soydular, Piran seyidləri ayrı bir soydur. Onların da biz DNK testini eləmişik. Bəli, onlar da seyidlərdir. Onların da özünə məxsus seyidlik şəcərələri var. Yəni təsdiq seyidlik şəcərəsi var. Bizim kimi. Amma ərəblə bağlılıqları yoxdur. Hə, indi onu deyəcəm. İndi elə onu izah edəcəm. Onlarda məsələn Piran seyidlərindən fərqli olaraq, onlar təbii ki, hakimiyyətdə idi. Onların hazırladıkları seyidlik şəcərəsi daha belə müfəssəldir, daha belə genişdir. Təsdiq daha güclü təsdiqləri varmı deyək, sübutları çoxdur. Onların ümumi seyidlik şəcərəsi gedib çıxır Müstənsiz Billaha. Seyyid Müstənsiz Billah da gedib çıxır İraqa, oradan gəliblər Ərdəbilə, Xalxala, Xalxaldan da gəliblər Talış bölgəsinə. Şəcərə olaraq belə danışırıq. Biz Talışxanovlardan, Mir Mustafa xanım ilə soyundan, törəmələrindən 3-4 nəfəri test eləmişik. Bundan savayı Şağlasel kəndi, eşitmişsiniz, Şağlasel, Xarxatan, Cil, orada da Şeyx Xəlifə ocağı var. O Şeyx Xəlifə ocağı da həmən Talış xanlarının, həmən Qara xanın, Seyid Cəmaləddin də Qara xanın, Mir Mustafa xanın, onların ocağı Şeyx Xəlifə ocağı idi. Onlar da Şeyx Xəlifə ocağı sayılırdı. Və Şağlaselin də, Xarxatanın da, Cil kəndinin də seyidləri həmən Talış xanlardan əmi olublar. Və Talışxanovların bu seyidlik şəcərəsi belə birləşir ağac kimi. Onların seyidləri çox böyük nəsildir. Onlar bir dənə Lənkəranda, Masallıda deyirlər. Onlar artıq Yardımlıda olublar, Cəlilabadda olublar, Biləsuara köçənlər olublar. Hətta Sabirabad, Saatlı, Muğan kəndlərinə köçənlər olublar. Bunların uzaq əmsi uşaqları. Hətta biz araşdırdıq, bizim nümunələr tapdıq ki, onların əmsi uşaqları da şəcərənin Xızı rayonuna köçüblər. Xızıya köçən olub, Bakıya köçən olub, Tatların içinə köçənlər olublar, Qubaya kimi gedib çıxanlar olublar. Yəni o qədər böyük bir geniş bir ağacdır. Müxtəlif belə şaxələrə bölünür. Ərdəbildə də elə var onların bəzi onların. Nəmin məsələn, Nəminin son xanları, Nəmin xanları, onlar həmən bu şəcərədəndir, bu soydandır. Yəni bunlar da say baxımından çox iridirlər və çoxdurlar. Təbii ki, hamısı özünə seyid deyir, hamısı deyir ki, bizim babalarımız ərəbdir. Burada da artıq maraqlı məsələ çıxır ki, biz test edəndə görürük ki, hamısı sərgəli şəkildə birləşir. Onların haplogrupu J2 Z7706'dır. Ama bu nədir? Bu haplogrupun burada bizim yəqin ki, Zaza qardaşlarımız da bizi eşidir, görür, qulaq asırlar, Kürtlər də. Burada artıq Talışlar Zaza Kürtləri birləşdirən bir ağac çıxır. Zazalar içində nə qədər seyid nəsli var, Zazaların seyidləri. Onlar da ərəbidirlər, axı Zazaların çoxu ərəbidir. Onların seyidləri, seyid nəsilləri, onların bir çoxunu biz danışmışıq. Bingöl ətrafında olanlar, sonra Çevrik bölgəsində, Muş bölgəsində çoxdur, belə indi hamısını sadalamaq istəməzdim. Onların seyidləri ilə Talışxanovlar əmioğludur. Eyni kökdən gəlirlər. Hətta Lənkəranda Talışxanovların ailəti olmayan, sadəcə məşhur bir Seyid Kazım Lənkərani adlı bir nəsil ki var. Onların özünə məxsus bir şəcərəsi var ki, 1600-cü illərə kimi gedir. Onlar da həmən bu Zazalarla, Kürt seyidləri ilə əmioğlu çıxır. Və bunların bir ağacı var, bir də səliqəli bir ağacdır, şəcərədir ki, Zazalardır, Kürdlərdir, bu tərəfdə Talışlardır. Bunları birləşdirən bir əmioğlu xətti var, kişi xətti var. Bu kişi xəttinin də bir qolu İraqda da var. Və bunun bu mənşəyi, bu kök belə bir. Bu görünür ki, bu İraqın şimal hissələrində yaranıb. Ona görə həm Zazaların içində də var, həm Talışların içində də var. İkinci versiya odur ki, bu hamımızın bildiyi bir versiyadır, deyilən versiyası. Çünki Zazalar deyirlər ki, biz Deylamandan gəlmişik. Onlara dımlı deyirlər, Zazalarda dımlı anlayışı. Dımlı. Bəli. Ulan da ki, biz Deylamandan gəlmişik, Deyləmdən gələnlərik və əgər elədirsə, deməli bu soy, bu Talışxanovların soyu, bu Seyid soyu, özdə bunların şəcərəsində bir özəllik var. Çox maraqlıdır. Mən belə hiss etsəm onu deyirəm. Çünki bunu yığmaq lazımdır. Bu böyük bir bazadır. Talışxanovların seyidlik şəcərəsi, sizdə də indi saxtadır, nədir, amma sizdəki şəcərədə İmam Hüseyn Kazımdır. Amma Talışxanovlarda və sadaladığım bu nəsillərdə seyid şəcərəsi çıxır Zeydə. Zeyd, hansı ki, Zeyd gelir, İslam'da olur. Abu Sefərlərdən danışırsan qaldırmış şəxslərdən biridir. Onun atası İmam Sərcad. Sərcad da İmam Sərcadın oğlu Zeyddir. Zeynəlabidindən sonra. Bəli, Zeynəlabidindən sonra. Orada xəttlər ayrılır. Bir İmam Cəfər Sadiqin xətti yaranır. 12-lik İmam sistemi ilə yoxda hazırda da elə altılı Yamanda Zeydilər. Bəli, əhsən. Zeydilər, bəli. Hətta deyilir Babək Zeydi olub səhv eləmirəmsə, belə bir Bəli, görürsünüz, bu kimi mövzular var. Deyləmlərin də, Deyləmdə ki, dövlət olub, Deyləman dövləti olub ki, orada. O Deyləm dövlətinin
deməli buidlər olublar orada, sülalələr orada müxtəlif. O sülalələrdən biri əsas o öz şəcərəsini gedib bağlayırdı Zeydə. Yəni deyir ki, mən Zeydin nəvələrindənəm. Orada olub Həsən, Yahya, filankəs, 3 dənə qardaş olublar. Buid dövləti qurublar, Deyraman dövlətini qurublar. Bunlar da o şəcərədəndir. İndi nə maraqlıdır, nə gözəldir. Həmən o Deyraman ərazisindən köçənlər Zazalardırsa, Talışxanovlar da aşağıdan, Xalxaldan gəliblərsə yuxarıya. Bunlar deməli bunların yurdu Deyraman olmalıdır. Deyramandandılar bunlar. Deyraman ərazisindəndirlər. Ona görə Deyraman ərazisində də onlar özünü Zeydə bağladıqları üçün şəcərədə də Zeyd var. Özünü Zeydə şəcərəsi bilirlər. Təsdiq olaraq da özünü görə bilirlər. Və ona görə bizim Talışxanovların əmsi uşaqları da kimlər? Zazalardır, Kürdlərdir də. Yəni Zazalar Kürdlərin içində olanlardır. Deməli o Zaza Kürdlər də həqiqətən Deyləmdən köçənlərdir. Ola bilər də bu versiyadır. Mən yenə hələ təsdiq danışmıram. Mən DNT-də çıxan nəticələri deyirəm, üst-üstə düşür. Onları çalışıram şərh edeyim. Çünki biz hələ ki şərh üzərində bunu işləyirik. Elmi nəticələr çoxaldıqca o bizim fikirlərimiz daha da qətləşir, daha da dəyiləşir. Daha da qətləşir, bəli. Bəli, mən sadəcə nəticəni deyirəm. Bunu hər kəs özü də girib analiz edə bilər, baxa bilər. Necə olur ki, Talışlarla, Talış Seyidləri ilə, yəni Talışların əslində Piran Seyidləri Talışların balaca bir hissəsidir Seyid olaraq. Amma Talışxan ozatlar bunlar daha iri bir hissədir. Onlar Lənkəran, yayılıb, masallı dediyimiz kimi coğrafiya. Bunlarla, bu nəsillə, özü bunlar hakim olublar. Bunlar hakim təbəqə idi. Talış hakimləri bunlar idi. Bunlarla Zazaların, Kürdlərin nəsilləri birləşməyi və deyiləmlə bağlılığı bu möhtəşəm bir məsələdir. Və bu yaxınlarda, tam açıqlanmayıb, biz onu bir dəfə paylaşmışdıq. Bu yaxınlarda deməli, elmi, arxeoloji nəticələr çıxıb, sümük DNT nəticəsi çıxıb. Deməli, deyiləm ərazisindən qəbir nümunəsi çıxıb. Həmən o qəbir nümunəsi Talışxanovlarla Zazaların eyni kodu çıxıb. Yəni, həm Talışlara uyğundur, həm Zazalara uyğundur. Bəlkə Talışlar dedik ki, Talışxanovların da, yəni bu Seyid nəslində Talışxanovlar. Belə. Və İraqda da, Səudiyyə Ərəbistanında da bəzi ərəb Seyid nəsilləri ki var, Suriyada. Bunlar da Talışxanovlarla, Kürdlərlə bağlıdır. İndi bunların da bir tarixçəsi var. Onların oraya necə düşüblər, onun prosesi necə olub, nətər olub, bu da ayrıca bir mövzudur. Yəni, bir sözlə, elmin qəbul etdiyi J1 L859 ki var, ərəb xətti Seyidlərin, Talışxanovların buna bu koda uyğun deyil. Zazalarla birləşir, Kürdlərlə birləşir. Düzdür, ərəblər də var orada, Seyidlər də var. Yəni, görünür, bunların bu Deyraman mövzusundakı o Seyidlik məsələsi qədimdir. Bir 1000 il olar ki var. Piran Seyidlərində, üzr istəyirəm ifadə edir, təzə baş veribsə bu proses, Seyidlik məsələsi. Talışxanovlarda və bu Zazalarda bir daha qədimdir. Yəni, bunların bir 1000 illik bir yaşı olmalıdır tarix baxımından. Yəni, çox keçmişli bir prosesdir. Yəni, görürsünüz, siz bayaq düz deyirsiniz. Bunlar hamısı ideoloji bir məsələlərdir. Bu Seyidlik məsələləri ideoloji bir kökü olmalıydı. Talışxanovlarda, Zazalarda bunun bir ideoloji məsələsi nədir? Deyiləmdir. Yəni, bu deyiləm üzərində olan bir ideoloji məsələ olub ki, bunların dövləti olub. Bu dövlət də yəqin Zeydilik üzərində qurulub. Çünki Talışların həmən dövrdə Talışlarda Giləklər də Mazandaran Burcalı yaşayan, onlar hamısı bir dönəm Zeydi idilər. Yəni Zeydi tərəqətində olublar. Sonra yavaş keçdilər elə. Sonra Zeydilikdən keçdilər İsmailli tərəqətinə, o İsmailli tərəqəti davam elədi. Yəni bunlar hamısı tarixi proseslərdir. Belə, yəni Talışxanovların ümid isə Piran Seyidlərin ailəti yoxdur, ayrı-ayrı Seyid nəsilləridir.